İnsan həyatı, qan, tər və acı göz yaşları bahasına başa gələn tarixin ən uzun müddətli tikinti layihəsi Böyük Çin səddidir. Səddin eramızdan əvvəl 221-ci ildə imperator Sin Shi Huangdi tərəfindən tikildiyi qeyd edilsə də, əslində imperator ayrı-ayrı yerlərdə tikilmiş divarları sərhəd xətti boyunca birləşdirib. Səddin əsası miladdan əvvəl 8-ci əsrdə qoyulub. Tarixi Çin səddinin tikintisinə Çinin Henan əyalətindən başlanılıb. Səddin tikintisini ölkənin şimalından başlamasının bir sıra vacib cəhətləri olub. Divarın Çinin şimalında tikilməsinə məqsəd köçəri Hun tayfalarının axınlarının qarşısını almaq idi. Tikintisində gil, daş, kərpic və əncdən istifadə olunub. Səddin uzun ömürlü hissələrinin inşasında düyü unundan hazırlanan yapışqandan istifadə edilib. Çin səddinin inşası 2000 ildən çox davam edib. Tikiliyə dövrünə görə müxtəlif cür adlar verilib. Abidənin ən məşhur adları Bənövşəyi sərhəd və dünyanın əjdahası olub. Dünyada ən uzun tikilisi olan abidənin Çin dilindən tərcüməsi isə uzun divar deməkdir. Əfsanəyə görə səddi hörən ustalar üçün divarın istiqamətini əjdahalar göstərib. Divarın tikintisi zamanı Çinlilər tərəfindən bu gün də istifadə olunan əl arabası ixtira olunub. İşçi qüvvəsində əsgərlər, kəndlilər, qiyamçılar və əsirlər təşkil edib. Çin səddi dünyada ən uzun müdafiə divarıdır. Lakin maraqlısı odur ki, Çin səddi müdafiəsi ilə bağlı məsələləri həll etmək gücündə deyildi. Çünki müxtəlif tikililərdən ibarət olan səddi köçəri tayfalar divar yarıqlarından və keşişçiləri ələ alaraq aşırdılar. Qədim türk hökmdarı Bilgə Xaqan, Metə xan, həmçinin Çingiz xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə doğru irəliləməyə nail olub. Çin səddi müdafiə funksiyalarından əlavə divar, sərhəd, nəzarət, gömrük rüsumlarının tətbiqi, ticarətin tənzimlənməsi və immiqrasiya məsələlərində də istifadə olunub. Tikilinin çöl tərəfi Yad torpaq adlanırdı. Çin səddi həmçinin dünyanın ən geniş məzarlığı kimi də tanınır. Belə ki, onun inşası zamanı minlərlə insan həyatını itirib. Tikinti zamanı işçilərin bəziləri hətta divarın bünövrəsində dəfn olunduğu da iddia olunur. Amma bu faktlar hələ də öz təsdiqini tapmayıb. Rəsmi olaraq Çin səddinin inşası isə 1644-cü ildə başa çatıb. Avropalılar bu səddə ilk tanışlığı 1605-ci ildə baş verib. Əsrlər boyunca bu tarixi tikili minlərlə savaşa şahid olub. Ən sonuncusu isə 1938-ci ildə baş verən Rus-Yapon müharibəsidir. Divar Çin səddi adını 19-cu əsrin sonunda alıb. Uzun illərdir ki, divarın böyük bir hissəsi qəzalı vəziyyətdədir. 70-ci illərdə bu tarixi tikili zülmün rəmzi hesab olunduğundan insanlar daş və kərpicləri qopararaq ev tikmək üçün istifadə edirdilər. Səddin ən enli yeri 9,14 metrdir. Ən hündür hissəsi isə 7,92 metrlik keşişçi qülləsidir. Səddin mövcud uzunluğu ümumilikdə 8850 kilometrdir. Ehtimal edilir ki, bu səddin uzunluğu bir vaxtlar 21 kilometr olub. Səddin təxminən 1/3 hissəsi tamamilə yoxa çıxıb. 1987-ci ildə bu tarixi abidə UNESCO-nun mədəni irs siyahısına daxil edilib. 2007-ci ildə Çin səddi dünyanın 7 möcüzəsindən biri seçilib. Hər il Çin səddi milyonlarla turist ziyarət edir. Səddin aydan görünməsi isə tamamilə əfsanədir.